Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Atamı da uşaq vaxtı itirmişəm, amma ən çox anam üçün darıxıram. Xəbər verilir ki, bu sözləri müğənni Nadir Qafarzadə deyib. İnci səhər verilişində qonaq olan sənətçi süni intellektlə yaradılmış 12 yaşlı öz əksini görərkən göz yaşlarını saxlaya bilməyib. 12 yaşımda artıq mənim atam yox idi. Evin yükü anamın və mənim çiynimdə idi. Ən çox anam üçün darıxıram. Onu bir an görmək üçün hər şeyimi verərdim. 12 yaşımdan işləmişəm. Evin yükünü daşımışam. Anam mənim üçün başqa aləmdir. Hər dərdimi ona demişəm. Onsuzluq çox çətindir. Xatirə İslam bugün rəngarəng verilişində qonaq olub. Xəbər verilir ki, canlı yayıma telefonla bağlanan xalq artisti Mənsum İbrahimov və Xatirə İslam uzun zaman sonra barışıblar. Xatirə bildirib ki, muğam atdığı üçün xalq artisti ondan küsüb. Mənsum İbrahimov isə Xatirənin ünvanına təriflər yağdırıb. Həmişə demişəm ki, Xatirənin çox gözəl muğam ifa etməyi var. Ona həmişə deyirəm ki, 5 dənə estrada mahnısı oxuyanda 3 dənə də xalq mahnısı oxu. Sözümə qulaq asmır.